Salam aleyküm dostlar. Bugün sizlərə hinduşka balasının saxlanma qaydası haqqında məlumat verəcəm. Yeni dünyaya gələndən ta kəsənə qədər. İlk öncə bizə hinduşka balası saxlamaq üçün ən təməl 5 qayda var. Bunları sizə deyirəm. 4 də ola bilər. İstilik, havalandırma, quru ahtlıq, saman da ola bilər, yonqar da ola bilər bunlar. Yemeği, suyu. Bunlar 100% bizə vacibdir. Yəni bunlara diqqət etsək, heç bir hinduşka balamız tələf olmayacaq və normal səviyyədə inkişaf eləyəcək. İlk öncə istəyirsinizsə yemindən başlayaq. Yemi onların xüsusi hinduşka yemi olsa daha yaxşıdır, amma özünüz də hazırlaya bilərsiniz. Yem yüksək proteinli olmalıdır. Bu yəni beynəlxalq standartlara uyğun 27%-dən yuxarı proteinli yemlərdən gedir söhbət. 28-29% protein tapsanız, onlar daha yaxşıdır. Yəni hazır yemləri isə daha tövsiyə edirəm. İlk 28 günündə bunlar 28-27% proteinli yem yeməlidirlər. Sonra 28 günündən 30 günündən sonra protein miqdarı biraz düşür aşağı. 26-25 belə hər həftə düşür yavaş-yavaş. 2 ayından sonra bunlara lazımdır 22-24% arası proteinli yem. Hinduşka böyütmə yemi deyirlər bu yemə. Və bu yemdən istifadə edirsiniz və hinduşkalarınız çox əla şəkildə böyüyür. Çünki bunlara nə lazımdır, hamısı bu yemlərin tərkibində var. Bu vaxtı da siz onların sadəcə istiliyinə nəzarət etməlisiniz. İstiliyi haqqında da indi başlayaq danışaq inşallah. İstiliyi ilk həftə olmalıdır onların istiliyi 34-36 dərəcə. İnkubatordan çıxanda, çünki ya da ki ananın altından çıxanda bunlar 37.8 temperaturdan çıxır və onları inkubatorda gərək isti yerə qoyasınız ki, yəni onlar tələf olmasın, soyuqlamasın və s. Siz bunları birinci gündə 34-36 dərəcə arası temperatur olan bir yerə qoyursunuz. Qutu ola bilər, bu balaca, böyük yer də ola bilər, amma ən yaxşısı bruderdir. Bruder düzəldirsiniz özünüzə. Burada videosu da sizin qarşınıza çıxacaq. Altına talaş sərmişəm. Lampoçkası olan işıqlı bir yerdir. Orada yəni rahatdır sizin üçün saxlamaq. Bu qaydada saxlayanda siz hinduşkaları İkinci həftə temperatur yavaş-yavaş düşür 3 dərəcə aşağı. Məsələn, ilk həftə 35 dərəcə sabit saxlayırdınızsa, indi olacaq 32 dərəcə sabit saxlayacaqsınız. Bunu yəni sizə rahatlaşdırmaq üçün belə deyə bilərəm. Hər gün 0.4 dərəcə düşürə bilərsiniz. Yəni burada sizdə sistem avtomatikdirsə. Siz bunu belə etdikdə yavaş-yavaş onlar böyüyəcək və bir ayında sonra onlar biraz dözümlü olacaq istiliyə qarşı. Ən çətini hinduşkanın baxılma qaydasında istiliyi tələb edən vaxtı. Onlar ayaqları heç islanmalı deyil o vaxtda. İslandı, soğuğa getdi, soyuqladı hinduşkada. O vaxtı onlar yəni daha həssas olurlar. Ona görə də ilk 2 ayı hinduşkanın ən çətin saxlanma dövrü kimi sayılır. O vaxtda bizə bəzi dərmanlar da olur. Yəni bu su mövzusunda keçirik. Su mövzusuna keçəndə sizə onu deyim. Su mövzusu isə onların dərmanları haqqında ilk gün nə verilmə, nə su olduğunu deyəcəm sizə. İlk gün sizə lazımdır biraz şəkərli su. 1 litr suya 1 çay qaşığı şəkər əlavə edib, onun ilıq su olsa da yaxşıdır, biraz isti olsa da olar. Otaq temperaturunda daha yaxşıdır. 30 dərəcəlik. Məsələn, onların otaq temperaturunda, onların yerinə biraz qoyun, isinsin, sonra verin onları. İlıq su ən yaxşısıdır. Şərbət qatıb verirsiniz ilk gətirdiyiniz gün. Hinduşkaları və ya ananın altından çıxanın 2 günündən sonra. Onlar ümumiyyətlə yəni biz inkubatordan çıxardanda da ilk 2 gün, 3 gün, maksimum 3 gün onlar qalır inkubatorun içində.
Çünki daha dözümlü olurlar. Onlar ilk çıxanda yumurtanın sarısını yeyib onunla qidalanırlar deyə su ehtiyacını və yem ehtiyacını onunla qarşılayırlar. Suyuna ilk öncə enroflorflaksilin qatılır 3 gün dalbadal, 6 günə kimi. Ondan sonra siz bir gün keçdikdən sonra vitamin verə bilərsiniz. Vitamin A, D-yə məsləhət görülür. Onu baytarla məsləhətləşəniz daha yaxşıdır. Mən sizinlə öz təcrübəmi bölüşürəm. Və sonra isə sizə lazımdır onlara bir 15-20 günün keçəndən sonra 15 günündə, 16 günündə də olar. Lasota peyvəndini vermək lazımdır ki, o Newcastle xəstəliyinə yoluxmasınlar. Və 15 gündən sonra yenidən o Lasota peyvəndini təkrarlayırsınız. 3 ayında onun H vaksini olunur Newcastle-ın. Ondan əvvəl də çiçək vaksini, qambura vaksinləri, belə vaksinlər var. Bunlar haqqında sizə qısa bir məlumat verdim. Daha ətraflısını baytarla məsləhətləşsəniz daha yaxşıdır. Sizin bölgənizə uyğun o sizə vaksin tövsiyə edəcək. Vitamin və probiotikdəki həmişə lazımdır. Sirkə, alma sirkəsi, sonra sarımsaq, soğan, bunları biraz böyüyəndən sonra verə bilərsiniz 2 ayından sonra. Buradakı yadımda qalanda deyim sizə, qurd dərmanı var. 2 ayında verirsiniz sonra 2 ay sonra yenidən təkrarlayırsınız ki, inkişafları daha yaxşı olsun, ayaq tutulması olmasın. Və indi danışaq onların axdığı haqqında. Axdığı həmişə quru olmalıdır. Çünki nəmişli yeri hinduşka heç xoşlamır. O sərin yerləri xoşlayır adətən. İsti amma sərin. Yəni böyüyəndə də isti amma sərin yerləri xoşlayır. Çox soyuğu da xoşlamır, çox istini də xoşlamır. Sonra biz nə haqqında danışmadıq dostlar? İstilik haqqında danışdıq. Yem, su haqqında danışdıq. Axtlıq haqqında danışdıq. Havalandırma. Havalandırma sizə çox vacibdir, çox. Bu videoda da görürsünüz. O istidir o hinduşkaydı. Ağzını açır yumur. Bu vaxtı havalandırma sizə problemlər yarada bilər. Hansı problemlər? Onların xəstəlikləri var. Tənəffüs yolları, infeksiyalar. Buna yoluxmamaları üçün yayda 100% onlara, yəni biraz açıq yer lazımdır. Məsələn, pəncərələr açıq olmalıdır, havalandırma həmişə işləməlidir. Belə olmalıdır. Yayda da hər gün onların yeri təmizlənməlidir, böyük hinduşkaların yerləri. Ki onların gözləri yanmasın, tənəffüs yolları yanmasın. Yəni bunun üçün. Siz gedib əgər hinduşkaların yerində rahat nəfəs ala bilmirsinizsə, onlar da orada qala bilməz. Bunu heç vaxt unutmayın. Biz öz təsərrüfatımızda yayda hər gün təmizləyirik, qışda da 2 gündən, 3 gündən bir. Çünki qışda soyuq olduğu üçün bizə qoxu gəlmir, yəni nə də hinduşkalara. Axtığına saman səri böyüyəndə də. Dostlar, videonu yavaş-yavaş qutaracağıq inşallah. Siz də səhifəmizə takib atın, abunə olun. TikTok səhifəmizə takib atın. Əgər TikToka atdımsa bu videonu. YouTube kanalımıza abunə olun, like atın və yorumlarda öz fikirlərinizi bölüşməyi unutmayın. Video haqqında da tövsiyələrinizi gözləyirəm. Növbəti video nə haqqında olsun, onu da siz seçin inşallah. Onu da çəkib qoyacağıq YouTube kanalımıza səsli şəkildə və görüntülü şəkildə gələn həftədə. Sağ olun, salamat qalın.